Hardaydın? Firay, indi sənə hesab verəcək halda deyiləm. Bəs Xavər xanıma? Anam gəlib. Ana, Sən deyəsən məni çox uzaqda görmüsən ha. Çıxartmadığın hoqqa qalmayıb. Bir dənə adam öldürməyin qalmışdı. söz qalmır da ağzında. Hamiyə demisən. Neyniyim? İmkan verim atan tuttursun səni? Nə danışırsan? Mən hamıyam, ananam sənin. Siz nə istəyirsiniz məndən? Ölməyimi istəyirsiniz mənim. Öləcəm də onsuz da bir gün sabah ölüb qalacam haradasa. Ağıla gələni danışma. Siz hamınız bax düşmüsünüz mənim üstümə. Siz fikirləşirsiniz ki, mən nə çəkirəm, nə əzab çəkirəm mən. Elə hamınız bir tərəfdən qınayırsınız məni. Mənim axırım yoxdur ana. Mən də bilirəm, mənim axırım yoxdur. Bir gün sabah tutub salacaqlar məni içəri, onda hamınızın canını tutarar məndən. Sən nə danışırsan? Nə axmaq-axmaq danışırsan? Böyüyə biraz, uşaq deyilsən sən, körpə deyilsən, kişi o. Bəs axmaqlıq elədin. Tutularam, nə bilim, ölərəm. Bu nə söhbətlərdir? Biz buradayıq, yanındayıq. Sənə heç nə olmayacaq. Səni çıxardacağıq biz bu vəziyyətdən. Başa düşürsən sən məni? O qıza daha zülm elə. Yazıq qız səni sevməkdən başqa nə inir ki? Başqası kim olsaydı onun yerinə çoxdan çıxıb getmişdi. O da sənə dözür. Qudurğanlıq eləmə, arvadıva da zülm eləmə. Arvadın yazıq sənə görə özünü gecə-gündüz paralayır. Sən də onun reyini sındırırsan. Get tez ondan üzr istə. Hansı üzünə üzr istəyim? Sənə söz deyirəm, get üzr istə. Yeri. Xavər?